Bizi kim bu xiyarın yanına qoyub? Biz soyuducu sevmirik. Soyuqda dadımız ölür, ətrimiz yox olur. Biz masada qalmalıyıq, ayrı-ayrı. Mən qəhvəyəm. Məni ac qarına içirsən. Sinir sistemini yükləyirəm, mədəni yoruram. Sonra deyirsən, niyə özümü pis hiss edirəm? Mən isti suyam. Səhər məni içsən. Bədənini oyadaram, həzmi işə salaram. Günün daha rahat başlayar. Mən zəncəfiləm, sən məni az qəbul edirsən. Amma mən iltihabı azaldıram, həzmi sürətləndirirəm və bədəni gücəndirirəm. Məni yemirsənsə özünə zərər verirsən. Mən çuğunduram, qan dövranını yaxşılaşdırıram, təzyiqi aşağı salıram və bədənə güc verirəm. Sən məni yemirsənsə sonra niyə tez yorulduğunu soruşma. Mən sarımsağam, məndən qaçırsan qoxuma görə. Amma mən immuniteti gücləndirirəm, viruslarla mübarizə aparıram və damarları qoruyuram. Məni yemirsənsə xəstəliyə özün yol açırsan. Mən pendirəm, məni paketə qoyma. Burada nəmlənirəm, boğuluram və tez kiflənirəm. Məni kağıza bükəm, mən nəfəs alım və dadımı saxlayım. Məni niyə hər gün yeyirsən? Mən elə də sağlam deyiləm axı. Ara sıra